Paytaxtımızda piyada çağırışlı, yəni düyməli işıqforların sayı artıb. Söhbət əl ilə işləyən işıqforlardan gedir. Onlardan bir neçəsi Yasamal rayonu ərazisindədir. On dörd saniyə mənə yolu keçməyə kifayət etdi, ancaq belə düyməli svetoforlarda yaşlı nəslin nümayəndələri üçün bu saniyələr çox azdır. Düyməli svetoforlarda saniyələr az olur və gördüyümüz kimi qəzaların çoxsu da saniyə azlığına olur. İnsanlar tələsir. Vaxt kifayət eləmir məncə. Maşınlar gözləsələr belə bəzən bəzi maşınlar gözləmir və bu da tələbələrə, həmçinin yaşlılar olur. Yaşlılar da problem yarada bilir. Mənim üçün kifayətdir, çünki bu Azərbaycan Nəqliyyat Agentliyi tərəfindən təyin olunub bu vaxtlar. Bunlar həm 50'lər üçün, həm də ki normal sağlam insanlar üçün kifayətdir. Maşınlara piyadalardan daha çox vaxt verilir. Bu biraz yersizdir. Nə də olsa onlar istədikləri vaxt zaten sürətli şəkildə keçə bilirlər. Amma bizim o qədər bir imkanımız olmur. Hal-hazırda dayandığımız ərazidə olan düyməli işıqlar ümumiyyətlə düzgün tənzimlənmir. Nəyə görə? Saniyəsi 10-15 saniyədir cəmisi. Bu da sağlam, daha sürətli insanlar üçün normaldır ki, 3 zolağı keçib gedə bilsin. Ancaq nəzərə alınmalıdır ki, yaşlı nəsil nümayəndələri də var. Piyadalar, məsələn, uşaqlı qadınlar da var. Əl arabası da ola bilir ki, çatdıra bilmirlər. Bəzən də sürətlə gələn nəqliyyat vasitələrini piyadaları çaşdıra bilir. Bəs görəsən, həqiqətən də əl ilə işləyən işıqforlar sürücülərin yol hərəkətinə mane olurmu? Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə istər nəqliyyat vasitələri, istərsə də piyadalar üçün işıqforlara vaxt planı tətbiq edilərkən müəyyən məqamlar nəzərə alınır. Məsələn, nəqliyyat vasitələrinin və piyadaların sayı, yolun eni və piyadanın yolu keçmə müddəti əsas götürülür. Elə hal olubmu ki, qırmızı anidən yanıb və siz çatdırmamışsınız maşını dayandırmağa? Olub, elə halda. Qəza ilə nəticələnməyib də. Qəza ilə nəticələnməyib, amma cərimə ilə nəticələnməyib. Düyməli olsa da əvvəlcədən işıq yanır, sönür və adi svetofor kimi bildirir və biz dayanırıq. Onu da deyək ki, sözü gedən işıqforların vaxt planı və iş rejimi 24 saat Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən diqqətdə saxlanılır. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər.